Əziz oğlaq və yüksələn oğlaqlar. 2025-ə yavaş-yavaş vida edərkən, yepyeni bir ilə 2026-ya qədəm qoyuruq. Torpaq elementinin öncüsü olaraq bu ili sizinlə qarşılayacaq olmaq xoşdur. Çünki göy qübbəsi çox güclü dəyişikliklərə hazırlaşır. Jupiterin il ərzində 2 dəfə bürc dəyişməsi, Saturn və Neptunun qoça keçidi, Uranusun əkizlərə yönəlməsi. Bütün bu keçidlərin sizə necə təsir edəcəyini, həyatımızın hansı sahələrini hərəkətə gətirəcəyini, Merkuri və Venera retro dövrlərinin sizi hansı mövzularda sınayacağını, həmçinin il ərzində baş tutacaq tutulmaların həyatınıza nələr gətirəcəyini addım-addım izah etməyə başlayıram. Jupiterdən başlayaq. 2025 yayından beri təsir aktivdir və 2026-nın iyun ayının sonuna qədər davam edəcək. Bu dövrdə ikili münasibətlər, evlilik, ortaq işlər və insanlarla qurduğunuz bağlar ən şanslı sahəniz olacaq. Yeni münasibətə başlamaq, mövcud əlaqəni daha ciddi mərhələyə keçirmək, söz, nişan, evlilik kimi addımlar atmaq üçün çox əlverişli bir fazadasınız. Tək qalmayacaq, daha sosial və görünən olacaqsınız. 3 yanvar və 9 iyun münasibətlər, təkliflər və birliktelik addımları üçün xüsusi önəm daşıyan tarixlərdir. Bu dövr həm də şirkət ortaqlığı, müqavilə bağlama, əməkdaşlıq və biznes birləşmələri üçün qapılar açır. Həmkarlarınızdan güclü dəstək görə bilərsiniz. Jupiter eyni zamanda köç, xarici əlaqələr, hüquqi proseslər və rəsmi işlərdə də sizi dəstəkləyir. Davanız varsa, nəticə çox böyük ehtimalla lehinizə ola bilər. 30 iyun sonrası Jupiter Şir bürcünə keçir. Maliyyə sahələriniz güclənir. Bu tarixdən etibarən diqqət maddi resurslara yönəlir. Partnerinizin gəlirində artım. Kredit, borc bağlama, vergi və miras məsələləri. Yığım, sərmayə, maliyyə planlaması sürətlənə bilər. Başqalarının maddi dəstəyindən faydalanmaq şansınız artır. 20 iyun yaxınları. Riskli qərarlara, tələsik sərmayəyə, pulu yanlış yönləndirməyə açıq tarixlərdir. Gələn pul tez gedə bilər, ölçülü olmaq vacibdir. Saturn qoça keçir, 14 fevral. Son 2,5 il balıq təsiri ilə daha çox yaxın çevrə, qardaşlar, öyrənmə və ünsiyyət mövzularında məsuliyyət hiss etmisiniz. İndi Saturn qoça keçir və ev, ailə, yuva sahəsini aktivləşdirir. Bu dövrdə ev yaşayış yeri qurmaq, köç, təmir, mülk idarəsi. Ata ilə bağlı məsələlər. Ailə rollarının yenidən formalaşması belə gündəmlər ön plana çıxacaq. Dekabr oğlaqları, ilk dərəcələr. Bu təsiri ilk hiss edənlər olacaq. Bəzən həyat ağırlaşırmış kimi görünə bilər, lakin bu dövrdə atılan addımlar uzun ömürlü təməl yaradır. 17-20 aprel ev və ailə ilə bağlı gözlənilməz gecikmələr, kilidlənmələr mümkündür. Böyük qərarları təxirə salmaq faydalıdır. Uranus əkizlərə keçir. 7 illik yeni mərhələ 26 apreldən sonra iş, hizmet, sağlamlıq sferasında köklü dəyişiklik başlayır. İş metodu, komanda sistemi, iş ritmi birdən dəyişə bilər. Süni intellekt, texnologiya əsaslı iş formaları. Sağlamlıqda tənəffüs sistemi, sinirlər, çiyin-qol bölgəsi diqqət istəyəcək. Vücudunuzun mesajlarını nəzərə alın. 2026. Tutulmaları. Kadersel dəyişikliklərin xəritəsi. Bu il taleyin vurğusu yaxın-uzaq çevrə, maddi axın və ailə mövzularına fokuslanır. 3 mart. Uzaq yolculuqlar, xarici əlaqələr, hüquqi proseslər sürətlənir. 28 avqust. Qohumlar, qardaşlar, qonşular, kommunikasiya mövzuları kəskinləşir. 12 avqust. Ortaq pul, borc, kredit, miras gündəmi güclü aktivləşir. 6 ay təsirli. May-avqust. Bilgi axışı, təhsil və xəbərləşmə çox önəmli olur. Şimal ay qovşağı. Kovaya keçir. 27 iyul. Əsas dərs. Pul idarəsi və qazancı şüurlu yönəltmək. Bu mərhələdə riskli sərmayələri minimuma endirin. Büdcə balansı qurun. Uşağın maliyyə mövzuları gündəmə gələ bilər. Qazandığınızı paylaşmazdan əvvəl özünüzə pay ayırmağı öyrənin. 17 fevral. Gələn pul sürətlə çıxış tapa bilər.
Diqqət! Venüs-Merkür retroları. 2 oktyabr. Venüs retro, sosial çevrə. Köhnə dostluqlar geri dönə bilər. Bitmiş münasibətlər xatırlanar. Köhnə yaralar açıq mövzu ola bilər. 24 oktyabr. Merkür retro, eyni sahə. Dostluqlarda anlaşılmazlıq, iş gəlirlərində gecikmə mümkündür. Böyük maliyyə qərarlarını ertələmək daha doğrudur. İlin diqqətə layiq gözəl tarixləri. 17 yanvar, 10 fevral. Gəlir artışı. 6. 30 mart. Ev yeniləməsi, təmir üçün uyğun. 9 aprel, 19 may. Ailədə dönüşüm gətirən yeniliklər. 2026 sizin üçün. Münasibətlərdə genişlənmə, maddi güclənmə, ailə təməlində yenidən qurulma ilidir. Həyat sizə yeni sistem qurmaq, köhnəni bağlayıb, yenisinə başlamanız üçün şərait yaradır. Diləkləriniz gerçəkləşsin, yollarınız genişlənsin, əziz oğlaqlar. Güclü, bərəkətli, sabit və yüksəliş dolu bir il olsun. Yeni iliniz mübarək.